Salam dəyərli izləyicilərim, sizlər üçün Hökməli qəsəbəsində yola, məktəbə yaxın bir ərazidə belə bir həyət evinin çəkilişinə gəlmişəm. Bu giriş hissəsi oradandır. Darvaza balacadır, amma böyük qoymaq olur ki, maşın girsin. Belə bir həyəti var. 2 sotdan artıq olar həyəti. Yəni ümumi torpağın sayəsi. Evin sənəti bələdiyyədir. 3 otaq aşağıdadır, bir də yuxarıda mansarıdır. Baxaq, belə bir evi var. Ev şkator olunub, amma ağardılmayıb deyin. Divarlarda ləkə var və nəmişlik diyor. Buralarda nəmişlikdən söz ola bilməz. Bura kombi otağıdır bu həyətdə. Və daxil oluruq buradan evin dəhlizinə. Dəhlizdə belə bir girəcəkdə belə batpaçlar açmaq üçün şkafı və girəcəkdə sağda sanitar qovşaqdır. İkisi bir yerdə olsa da içəridə ayrı-ayrı yer açıb. Biraz çəkdim, sizə təqdim edeyim, siz baxın. Və yenə də sağda özü üçün belə deyək, paltar şkafı yığdırıb böyük tərzdə. Yəni şkafın hamısında qapıları var, açmıram ki, içəridə paltarlar var. Və solda bunun mətbəxli yerləşir. Mətbəxin də pəncərəsi tam olaraq həyata açılır. Hər bir əşyası var. Onu da deyim ki, ev tam olaraq qoşadaşda tikilib və o hər bir yeri istipolundan təzyiq olunub. Bax, belə bir dəhlizdə bir qonaq otağı yaradıb özü üçün. Yəni gələcəkdə buradan mansara çıxmaq üçün pilləkən yeri nəzərdə tutub, amma hələ hazır deyil. Və keçək buradan bunun yataq otağına. Belə bir yataq otağı var. Pəncərəsi öz həyətinə açılır, hər bir otağın. Və keçək buradan ikinci yataq otağına. Onun da pəncərəsi öz həyətinə açılır. Yenə də deyirəm ki, istipoldur, hamısı qoşadaşda tikilib, sənət bələdiyyədir, qiyməti cəmi 68 mindir. Bu qədər çəkib sizə təqdim elədim. Kim alsa Allah xeyirlisini qismət eləsin. Amin.